En azından Azərbaycan xalqında oyanma var. Çünki 360'a yaxın, belə deyim, 360'a yaxın siyasi məhbus mövcuddur. Bəli. Diktator İlham Əliyev nədənsə başqa ölkələrdə, Avropa parlamentlərində və başqa yerlərdə müzakirələr edir ki, Azərbaycan demokratik müstəqil bir ölkədir. Azərbaycanda heç bir siyasi məhbus yoxdur. İlham Əliyev, Azərbaycan siyasi məhbus yoxdursa 357, mən 360 deyirəm də, 360 bir gənc, yaşlı, fərqi yoxdur. Haqq uğrunda mübarizə aparanlar niyə türmələrdə ömrünü, gününü çürüdür? Səbəb, bilirsiniz ki, Tofiq Yaqublu artıq neçə gündə aclıq aksiyasına başlayıb. Səhhədində dəyişikliklər var, təzyiqləri həddindən artıq düşüb. Tofiq bəyin, Allah ona can sağlığı, uzun ömür diləyirəm ki, Allah ona can sağlığı versin inşallah ki. Amma nədənsə, belə deyim sizlərə, xalqımız hələ də yatmağı seçib, xalqımız heç biri oyanmağı seçməyib, rejimə qarşı vuruşmağı seçməyib. Niyə? Səbəb, bizim gənc qızlarımız, gənc insanlarımız, yaşlı nəslimiz bugün türmələrdə öz canı ilə ələşirlər. Azadlıqlarına qovuşmaq istəyirlər. Və xalqı, mən Azərbaycan xalqını, qeyrətli insanları, boynu yoğunları yox, qeyrətli insanları ayağa qalxmağa səsləyirəm. Diktator İlham Əliyevə bir şuar səsləndirsinlər. Siyasi məhbusları, qəhrəmanları, qeyrətli insanları azad et.